İnsan təbiətinin pis tərəfləri də var, yaxşı tərəfləri. Bəli. Pis tərəf daha ağır basır. Biz müharibəyə meyilliyik. Bəli, yəni. Təbiət buna, Bəli, canlılar aləmi belə bir mübarizənin içindədir. Bizim də mübarizəmiz bugünkü müasir formada silahla, topla, tankla, deyək ki, dronlandır da. Yəni nəticə itibarilə şir də antilopu yeyir meşədə. Məsələn. Bəli. Yəni ona görə bugünkü vəziyyət, baxın, son olaraq bir məsələdə toxunum ki, cənab prezidentin bu yerli mediaya verdiyi bir müsahibə ki oldu. Bəli, ən son müsahibəsi. Orada vurğuladı ki, Türkiyənin əməkdaşlığını dərinləşdirməsi, hərbi təlimlər və s. Amma Türk dövlətləri də buna cəlb olunacaqlar yavaş-yavaş. Bu nə demək? Deməli, artıq yeni nizamda Türk dünyası, Türk dövlətləri bir araya gəlməyə məcburdur, məhkumdur. Bəli. Çünki kiçik dövlət olaraq onlar öz gücünü qoruyub saxlamaqda aciz ola bilərlər. Bəli. Yəni, durub Rusiya Ukraynadan sonra üzünü Qazaxstana çevirsə, Qazaxstan əhalisi nə qədərdir? 18 milyon. Düzdür? 45 milyonu Ukrayna bacara bilmirsə hələ, Qazaxstan necə bacaracaq?